Salam, hər vaxtınız xeyirli olsun. Mən məntiq müəllimi Elbrus Həşimov. Bu videoda magistratura üzrə 2025-ci ilin qəbuluna düşmüş belə bir sual formasının izahını vermiş olacağım. Dərslərə qatılmaq üçün qeyd olunmuş nömrəni WhatsApp-dan yaza bilərsiniz. Keçək sualın izahına. Diqqətlə baxsaq görərik ki, burada 4 bucaq, yəni tərəflərin sayı 4, içəridəki fiqurun tərəflərin sayı 5-dir. Cəminə baxın 9 eləyir. Burada 3-dür, burada da 6-dır. Bunu da cəmi 9 eləyir. Düzdür? İlk öncə bu formada biz məntiq görə bilərik. Buradakı tərəflərin sayı cəmi 9, burada 9 eləməlidir. Və baxaq görək digərlərində ödəyirmi? Burada 5-dir, içəridə 4-dür, burada 6-dır, içəridə 3-dür. Fikir versək 10, burada isə deməli, daha doğrusu bu 5-dir, burada 9-dur, burada 9-dur. Görür, həqiqətən ödəyir. Bəs növbəti sualda baxaq ödəyir yoxsa yox, növbəti sətirdə. 3, bu da 5, bura 8 eləyir, bura 4, bura 6. Fikir versək 10 edir. Deməli, biz məntiqi dəyişməliyik. Burada məntiq nədir? Sətir üzrə bütün cəmlərə baxsaq 18 edir. Buradakı cəmlərin hamısına baxsaq yenə 18 edir. Buradakı cəmlərin hamısına baxdıqda yenə 18 edir. Buradakı cəmlərə baxaq 4, 4, 5, 5. Həqiqətən də yenə 18 edir. Deməli, bu sətirdə 18 eləməlidirsə, deməli 6 və 4, burada 10 var, deməli burada 8 olmalıdır. 8 ödəyən cavab variantı təbii ki 5 və 3, yəni B variantı olmuş olur. Digər sualın da demək doğru cavab variantını 25-ci sualın doğru cavabını rəylər bölməsinə yazmağı unutmayın.